Azərbaycanda ənənəvi olmayan və ölkədə istehlakı geniş yayılmayan heyvan ətlərinin satışına qadağa qoyulması təklif olunub. Bu məsələ 2025-ci il üzrə Nazirlər Kabinetinin hesabatında yer alıb. Qlobal infazda danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, ilk növbədə həmin siyahının necə tərtib ediləcəyinə baxmaq lazımdır. Onun sözlərinə görə, ənənəvi olmayan sözünün nəyi ifadə etdiyi tam aydın deyil. Ənənəvi olmayan nə deməkdir? Məsələn, timsah əti yaxud dəvəquşu ətləri nəzərdə tutulurmu? Əslində dəvəquşu və bəzi quş ətləri də bizim mətbəxdə geniş yayılmayıb. Amma bu məhsullar kifayət qədər dadlıdır və dünyanın bir çox ölkəsində qida kimi istifadə olunur. Azərbaycanda bu cür məhsulların istehlakı çox azdır. Lakin ümumilikdə bu böyük problem kimi görünmür. Ona görə də əvvəlcə hazırlanacaq siyahıya baxmaq lazımdır. İqtisadçı əlavə edib ki, Azərbaycanda bu məsələ o qədər də ciddi problem hesab olunmur. Bizdə əhalinin böyük əksəriyyəti, bəlkə də 95%-i ağız dadına uyğun olaraq mal, qoyun və toyuq ətinə, eləcə də digər quş ətlərinə və balığa üstünlük verir. Yəni, insanlar əsasən ənənəvi məhsulları seçir. Ona görə də ənənəvi olmayan anlayışının konkret nəyi ifadə etdiyini Nazirlər Kabineti siyahı və ya izahat şəklində açıqlamalıdır. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.